Prado dizel 3 mühərrik haqqında məlumat verərdiniz. Remen olmağı problem yaradarmı deyə Orxan bəy soruşur. Baxın, mən hələ hansısa bir, yəni bəlkə də başqa ustalar bunu görüb, hansısa bir qayışlı, yəni dişli qayışlı Toyota mühərrikinin kiminsə yəni başına problem açdığını görməmişəm. Düzdür, baxımları var. 150-200 mindən bir siz o qayış dəstini dəyişirsiniz. Bu da Nə qədər xərc olur? 1000 AZN ətrafında xərci olur. Təbii ki, qanunu dəyişirsinizsə. Hə, üzdən təkcə qayışı dəyişərsiniz, onda az olar xərci. Qanuni nə gedir orada? Qanuni o gedir ki, əgər dişli qayışı dəyişirsinizsə, orada onun tarımlayıcısını, boş roliklərini və su pompasını dəyişirsiniz. O da nəyə görə dəyişirsiniz? Məsələn, 150 mində siz qayışı dəyişirsiniz, amma pompanı dəyişmirsiniz. 50 mindən, 60 mindən, 70 mindən sonra pompa nəmləyəndə təzədən həmən işçiliyi görməyəsiniz deyə profilaktik olaraq dəyişirsən. Sökülmüşkən bir dəfə yəni işinizi qarantiyə almaq üçün, amma belə deyim ki, hətta 150 mini də keçib tam hər şey qaydasında sürən adamlar en qədər görmüş.